Zəbur. 81-ci məzmur. Musiqi rəhbəri üçün. Asəfin Giddit üstə oxunan məzmuru. Qüvvətimiz olan Allahı mədh eləyin. Yaqubun Allahına cuşa gəlib nida eləyin. İlahi oxuyun. Dəffi, xoş avazlı çəngi və liranı çalın. Təzə ay mərasimində, ay bədirlənəndə, bizim bayram günündə şeypur çalın. Çünki bu, İsrail üçün verilən qaydadır. Yaqubun Allahının hökmüdür. O, Misir əleyhinə çıxanda, Yusif nəslinə belə bir öyüd verib. Naməlum bir səs eşitdim. Onun çiyinlərini bu yükdən qutarıram. Qoy əlləri bu ağır səbətdən azad olsun. Dar günündə məni çağırdın. Mən də səni qutardım. Gürləyərək tufan içindən sənə cavab verdim. Meyriva sularında səni sınadım. Ey xalqım, dinlə, xəbərdarlıq eləyirəm. Ey İsrail, kəş ki məni dinləyəydin. Aranızda özgə Allah olmasın. Yad Allaha kimsə səcdə qılmasın. Rəbb Allahınız mənəm. Mən sizi Misir torpağından bura gətirmişəm. Ağzını yaxşı aç, doyunca yemək verirəm. Lakin xalqım səsimi eşitmədi. İsrail nəsli məni istəmədi. Onların inadkar qəlblərinə izin verdim ki, necə istəyirlər elə gəzsinlər. Kaş ki, xalqım mənə qulaq asaydı. İsrail nəsli mənim yolumla gedəydi. Bir anda düşmənlərini yerə sərərdim. Əlimi yağılarının üstünə qaldırardım. Mən Rəbbə nifrət eləyənlər mənə boyun əyərdi. Əbədi olaraq vaxtları belə keçərdi. Sizə taxılın əlasını yedirərdim. Sizi qayadan axan balla bəsləyərdim.